sarımsaq. Bizim insanımız bunu yeməyi çox xoşlayır. Xüsusilə də indiki kimi soyuq vaxtlarda xəmir xörəkləri ilə və s. acı qanın içərisində, qatığın içərisində yeyilir. Yeyildiyi ilk gün ancaq nəfəsdən, yəni mədədən, ciyərdən, ağızdan iyi gəlir. Bunu saqqız çeynəyib, nəysə bir şey çeynəyib, internetdə çoxlu fərqli variantlar var. Onlarla müəyyən qədər bastırmaq olur. İşin daha da şiddətli forması səhəri gün meydana çıxır. Bunun içərisindəki maddələr tərlə atılır bədəndən və əgər yağlı, biraz da tərləməyə meyilli bir bədəniniz varsa, yediz, axşamından başlayır o tər bədəndən çıxmağa və səhəri günü çox-çox daha şiddətli, kükürtlü iyi yayılır ətrafa. Ona görə ən yaxşısı axşamından ya da günün hansı hissəsində bugün sarımsağı yedizsə, nəfəsdən gələn iyi hansısa formada dişinizi yuyub və s. ötürdünüz, səhəri gün üçün yuyunub günə elə başlamaq lazımdır, cəmiyyət içərisində elə girmək. Əgər səhərdən duş almaq ya da yuyunmaq imkanınız yoxdursa, heç olmasa baş hissəsini yuyun. Çünki yağlı dərilərdə saçın dibindən də çıxır və çox-çox şiddətli bir iyi yaranır. Bu da cəmiyyət içərisində ictimai nəqliyyat olsun, məsciddə, yanınızda da yanan, ofisdə və s. insanları narahat eləyə bilir. İnsanlıq halıdır, eləməmək də olur. Bəzən indi müvəqqəti narahatçılıq da hamımızın başına gəlir. Amma bilin ki, bunun iyi sadəcə ağızdan gəlmir. Əsas növbəti gündən başlayır bədəndən çıxmağa. Bədənə girəndə su ilə bağlı dəyişikliklər yaradır. Qan damarları biraz genişlənir, mayelərin axışında, təzyiqində biraz dəyişikliklər olur. Soğan ya da sarımsaq yeyəndən sonra axşam ağzınızda yaranan quruluq da ona görədir. Çünki bədən daha çox su istəyir və s. Bunları həkimlər daha yaxşı bilər. Nəticə etibarı ilə sarımsaq yeyin, nuş olsun. Amma mümkün qədər səhəri gün cəmiyyət arasına çıxmadan əvvəl yuyunmağı tövsiyə eləyirik.